Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq ciyarının qovurması tərəvəzlərlə. Deməli, çox dadlı olur və belə deyərdim, hər bir zövqə uyğun olur. Bunun üçün bizə nələr lazımdır? Deməli, əziz izləyicilər, gördüyünüz kimi toyuğun ciyarıdır, deməli, təmizlənib, yuyulub. Düz içində biraz ürək də var, eybi yox, olmalıdır. Ondan sonra sarımsaq, xüsusi tam verir, 3-4 diş sarımsaq. Kartofdu belə bu şəkildə doğranılıb, köhdür və soğan, bir də pomidor lazım olacaqdır. Təbii ki, duz, istiot, yağ da zövqə görə. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı qoyduq, altını yandırdıq. Siftə kartofla, belə deyərdim, kökümüzü əlavə edirik və üzərinə bir balaca, belə deyərdim, su tökürük. Suda bunlar pişsin. Birəcə su və kartofla, deməli, kökümüz pişir. Biraz su edirik ki pişsin. Sonra isə ciyarımızı zadı əlavə edəcəyik. Biraz ağzını örtürük, belə öz xodunda pişir. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax belə suyumuz qaynadı. Birəcə də kartofumuz pişən kimi oldu və üzərinə ciyarlarımızı əlavə edirik və bir yerdə qarışdırırıq ki, bir yerdə belə deyərdim, pişsin. Onu da qeyd edim ki, sarımsağı da əlavə edirik. Sarımsaq ona xüsusi tam verir. Baxın, belə xırda doğruyuq. Bax, beləcənə üzərinə tökürük. Bax, beləcənə. Sarımsağı da əlavə etdik. Tuzunu, istiotunu da vururuq ki, belə deyərdik, pişsin. Tuzunu əlavə edirik. Zövqə görə istiotunu əlavə edirik. Biz qırmızı istiot vurduq. Siz istəsəz, belə deyərdim, qara istiotdan istifadə edə bilərsiniz. Və yaxşıca qarışdırırıq ki, pişsin. Və ağzını örtüb vamxodda qoyuruq, pişməyini gözləyirik. Çox elə vamxodda yox, belə orta bax. Çox elə vamxodda qoymağa ehtiyac yoxdur. Əziz izləyicilər, gördüyünüz kimi bax belə biraz da pişdikdən sonra, görürsünüz, suyu hələ var. Pomidorumuzu əlavə edirik. Soğanı sonda edəcəyik, çünki soğan əriməsin içində də, belə deyək. Beləcə qarışdırırıq. Və ağzını örtürük ki, yaxşıca pişsin. Beləcə də qaldırırıq altını. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax belə suyu çəkiləndən sonra da soğanlarımızı əlavə edirik və yağımızdan tökürük və yaxşıca qarışdırırıq. Bunu ki, yağ ərisin və biraz da yağda qovurulandan sonra artıq yeməyimiz, belə deyək, hazırdır. Altını vamxodda qoyuruq
Ağzını birazcık da örtürük ki suyu çıxsın birazcana. Və birazdan sonra artıq demək olar hazır olur. Əziz izləyicilər, artıq baxın gördünüz, yeməyimiz hazırdır. Həm görünüşü gözəl, həm də dadı. İndi boşqaba qoyub servis edə bilərik. Əziz izləyicilər, gördüyünüz kimi artıq yeməyimiz hazırdır. Üstünə də göy tökdük, kişnir. Yəni bax beləcə hazırlayın, çox dadlı və gözəl çıxır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.